Niye sustun Fəhli? Ne oldu sana? Hiç fikirləşirəm cavanlığımız müharibə dövrünə düşdü. Özü də elə hey mübahisə edirik. Gah deyirik qocalmışıq, gah da deyirik ki yox. Bir o qədər də qocalmamışıq, nəyin mübahisəsini edirik? Gençliğimiz bir de geri qayıtmayacaq. Sen həmişə nəsə uydurursan. Tut. Sağ ol Ziyad. Görünür her bir insan, kim olur olsa fərqi yoxdur. Ona yaxınlaşıb, bura baxaq, sən çoxdan qocalmısan deyənə kimi, özünü çox cavan sayır. Başa düşmürəm, buyur sənə nə olur? İlk dəfə də o fikrə gəlirəm ki, sən demə biz əbədi deyilmişik. Çox təəssüf. Niye sustun Fəhli? Ne oldu sana?